Salam dəyərli izləyicilərimiz, xoş gördük. Hər birinizi Ceyranboy rayonunun Borsunlu kəndindən salamlayıram. Və gözəl izləyicilərimiz, bir şey vurğulayım ki, mənə çox saylı kommentlərdə yazırlar ki, o ailənin nömrəsini verin mənə. Bu ailə 10 ildir burada işıq yoxdur. Yəni bu ailənin telefonu yoxdur. Qonşu ilə əlaqə saxlayıram, elə qonşudur çəkiliş aparan. Çox sağ olsun, minnətdarlığımı bildirirəm. Deməli, gözəl izləyicilərimiz, Nəcəf balanın adından 1000 rubl gəlibdir. Allah 1000 əvəzini versin, Allah cibinə bərəkət versin. Bilmirəm, hər kimdirsə, kapital kartımıza 50 manat göndərib, Allah cibinə bərəkət versin və bir Allah bəndəsi 20 manat göndəribdir. Zəhra balamızın adından 1300 rubl gəlibdir. Allah saxlasın Zəhra balamızı, minnətdarlığımızı bildirirəm. Və gözəl izləyicilərimiz, bir gözəl qardaşımız 50 dollar göndəribdir. Təşəkkür edirəm. Allah cibinə bərəkət versin. Və bir gözəl qardaşımız isə 1000 rubl göndəribdir. Göndərilən pullarımızın hamısını vurmuşam qonşunun kartına. Qonşu, karta pul vurulub, çatıb pullara pul. Sən gətirib verimsən də. Düzdür mü? Çəkiliş eləyib atmışsınız mənə. Allah cibini dolu eləsin. Allah canınızı sağ eləsin. Və hər bir kəsdən xahiş edirəm. Orada profilimizdə üstəgəl var. Onun üstündən vurun. Kanalımıza abunə olun və kimin gücü nəyə çatırırsa xahiş edirəm. Gəlin bu ailəyə kömək eləyəyin, bu ailənin evinin bir dənə otağını remont eləyəyin, qarşıdan qış gəlir. Allah sizləri qorusun, çəkilişimiz davam eləyir. Buyurun, baxın, gözəl izləyicilərimiz. Bax, burada görürsünüz də evin üstü yoxdur demək olar ki. Şiferini alıb gətiribdir. İndi çəkilişimizdə görəsiniz. Kanalımıza